Dünya çempionatı start götürüb və azarkeşlər bəzi maçların hətta 4 saata qədər davam edə biləcəyinə hazır olmalıdırlar. Bunun səbəbi isə FIFA'nın yeni qaydaları deyil, ABŞ-da tətbiq olunan ildırım təhlükəsizliyi protokoldur. Ötən il klublar arası dünya çempionatı izləyənlər bu qayda ilə artıq tanışdılar. Əgər stadionun təxminən 13 kilometrlik radiusunda ildırım çaxarsa, oyun dərhal dayandırılmalıdır. Həm futbolçular, həm də azarkeşlər təhlükəsizlik məqsədi ilə stadionun qapalı hissələrinə keçməlidirlər. Maç ən azı 30 dəqiqəlik fasilədən sonra bərpa oluna bilər. Lakin bu müddət ərzində yenidən ildırım çaxarsa, vaxt sıfırlanır və 30 dəqiqəlik gözləmə müddəti yenidən başlayır. Məsələn, ötən yay Chelsea ilə Benfica arasındakı qarşılaşma məhz bu səbəbdən təxminən 2 saat dayandırılmışdır. Bir çoxları FIFA'nın bu məsələ ilə bağlı son bir ildə yeni həll yol tapacağını düşünürdü. Lakin heç nə dəyişməyib. Bu protokol dünya çempionatı zamanında qüvvədə qalacaq.